Hello, ben Roza, kanalıma videoma hoş geldiniz. Bugün neyinirik? Bugün yaşam desteğin yeni il tədbiri var ve ben de orada ümumi aparıcılıq edeceğim. Birazcık heyecanlı oluyorum. Birazcık, şu kadarcık. Neyse. Heyecanı boş verdik. Heyecanlanmırıq. Ve bugünü vloglamak kararı aldım. Her şeyi çekdim. Yani aklımıza gelirse her şeyi. Yani hazırlanmağımı, giyinmemi, oranı, çıxışımı, her şeyi əlimdən gəldikcə çəkməyə çalışacağım. Dedim, niye de vloglamayayım? Demək olar ki, saat 9'dur və biz birin yarısı orada olmalıyıq ki, əvvəlcədən prova da eləyək. Və belə balaca sözlərimiz də var çıxışdan ayrı. Göstərəcəm. Belə balaca sözlərimiz var çıxışdan ayrı. Bunları da əzbərləyib orada uşaqlardan növbəylə gələcək. İndi hazırsınızsa keçək videoya. İndi birinci mən bədənimi kremləyim. Sonra da başlayım üzümüzü da kremləməyə. Qəşəngcə nəmləndirim. Bugün heç qurumamalıdır. Heç. Göz qarşını değil, göz qarşını. Evet. Kremləndim, amma üzümü hələ kremləmədim. Pəncərədən ışıq düşür. İndi saçımı eləyəcəyik, çünki qurumalıdır. 2 saat saçım elə. Adi suyla ne yapacağız? Dayan ana. Neyse. Saçımı vuracaq. Kıvırcık rutinimi bu şəxs edəcək. Biraz iri al, yaxşı. Evet. Sakız şimdi. Avala çiri. Kaşın. Tamam. Şükür. Sert yırdım. At ben yırdım. At. İnşallah qaşıya alınır. Çox qalın alma, incə al altı. Artıqları yuxarı qaldır. Satın kalmayacak. Qalmasınlar, xırda istəyirəm. Darah. Sağ ol. Çox qoydum. Yan alacağım öyle var. Çox olmadı. Elə bir çoxdur. 3 hissəyə ayrı belə şey edirsən burasın. Stolun üstünə bax. Müharibə yeridir elə bil. Hə. İndi 1 minut. Full stop da yani. Gidip yuysam ondan yaxşıdır. Yox, yuyanda şey olur. Full stop. Sonra bundan darayırsan, sonra da o birisindən O birisi. ya da bundan elə. Beləsinə tutursan, əlini buraya qoyursan. Beləsinə tutdun. Parmağınla buranı sabitlədin. Əlini belə qoydun ki, şey olsun, dartınsın, sonra buraxırsan. Bir dəfə dara adi. Böl də 3 hissəyə. Yan da o. 3 dişin. Neyse işte ha. İndi tut. Çək. Yox, orada mı? Bax, bu hissəsinə denk gəlsin. Gətir. Olmadı. Çox xırda oldu. Ver. Ne eləsəm bir bax. Qoydum belə. Tutalım da gözlə.
Bax gətirirsən barmağın burada. Hə. Beləsinə. Ki burası vursun. Başa düşdün? İndi istə təzənlə. Dibləri çox qurudur. Diblərinə sıx. Diblərinə sıx. Bax belə. Alır. Olur. Alır. Neysə. Quru da hələ daim. Çox nəm elə. Bəbə saçlarıma bax. Nasıl olmuyor? Uy Allah dondum. Neyse mən ən yaxşısı bir də burub qutaranda çəkim, yoxsa telefonum olacaq. Saçım demək olar ki hazırdır. Makyajı əlimi geyindikdən sonra eləyəcəm ki rahat, yəni makyaj mənim tez gedir də gitməsin. Üzüm okeydi. Bir də əynimi geyinəcəm. Bəs nə geyinəcəm? Qızların hamısından qırmızı bir paltar tikildi. Şortik, bir də kofta. Onu göstərəcəm indi. Belə bir dəstə, içində şortiki var. İndi onu da göstərəcəm və belində belə bandiki var. Mənim üçün də var yəni. Beləsinə tikdirdik. Çox qəşəngdir. Və bunun altına belə bir kapron. Buna geyinəcəm. Belə qara bir çanta taxacam. Evet, hazır. Makyajım belə oldu. İndi kamerada çox bilinməyə bilər. Amma takmıyoruz. Ha, paltar da belə. Şunun üstünü nəzərə almayın. Xahiş edirəm. Öyle bildim savaşki de o. Neyse. Və babet. Belə bir bandik var. Bandik nə də kurdeli. Neyse işte. Bundan var. Və mənim arxamda da bir dənə var o kurdeliden. Göstərəcəm. Baxın. Şöyle arkada, ay Allah, bu da eğri yürü takılı. Neyse işte, çok böyle arkada kurdeli olar mı? Bunu da taksam mesela. Olur. Neyse, orada bakacağım. Ay ne ki şey oldu bizim. Sırgada şöyle şunları taktım. Yeni il çəkilişini, yəni sekret çanta eləmişdik mərkəzdə. Onun da videosu inşallah mənə çatsa, atacağım mən də YouTube'a. Onda mən Zəhrə düşmüşdüm. Ay, əlim sallandı. Mən Zəhrə düşmüşdüm. Onda almışdı və indi də onları taxdım. Bir dənə də halqa götürdüm. Çünki bu biraz ağırdı. Kulağımı ağırdar deyə yumruqlarını götürdüm bunun. Ha bu arada bunda keçən dəfə mərkəzə şey gəlmişdi. Biriləri gəlmişdi. Master class eləmişlər. Onu da düzəltdik. Qırdım dağıtdım burada da. Hə. Belə halqa sırğalar götürdüm əlavə olaraq. Bunlar buna nəzərən daha yüngüldür və yəni şeydə bozmaz deyə düşünürəm havayı. Və şöyle kırmızı ağlı bir detay qolbaq taxdım. Sep taxmadım çünki sepin bu boyuna yaraşmayacağını düşündüm. Düşünmüşüm. Gözlərimi zərurmuşam, bilmirəm görünürmü? Neyse, indi gedirəm 500 dənə TikTok çəkməyə. Və yola çıxdıq. Tədbir yerinə çatdıqdan sonra hardasa bir saat prov elədik və qonaqlar gəlməyə başladı. Hər kəs yerinə oturduqdan sonra tədbirimiz başladı. Salam, hər vaxtınız xeyir olsun, dəyərli olanlar. Qarşıdan gələn
Dünya Azərbaycanlıların Həmrəylik günü və 2026-cı iliniz mübarək olsun. Bugün biz burada adi bir tədbir üçün deyil, çox gözəl və mənalı bir gün üçün toplaşmışıq. Bugün Azərbaycanda nadir və genetik xəstəliklərlə yaşayan insanları bir araya gətirən, onları ümid, dəstək və ailə olan Yaşama Dəstək Mərkəzinin özəl bir günüdür. Bu təkcə Yaşama Dəstəyin bayramı deyil. Bugün eyni zamanda bizim hamımız üçün qürur verici bir gündür. Çünki bugün burada nadir insanlarla, xüsusi ürəklərlə, güclü ruhlarla bir aradayıq. Onların sevincini, ümidini və yeni coşkusunu birlikdə paylaşır. Yaşama Dəstək Mərkəzi Azərbaycanda nadir və genetik xəstəliklərlə yaşayan insanları bir araya gətirən yeganə mərkəz olaraq bu ailələr üçün sadəcə bir mərkəz deyil, bir dayaq, bir ümid ışığı, bir təhlükəsizlik limanı olmuşdur. Bu, hər birimizin bir insan, bir vətəndaş olaraq borcudur ki, nadir insanların yanında olan, onların səsini eşidək və bu yolu birlikdə addımlayaq. İndi isə gəlin həmin o nadir insanlardan iki gənci səhnəyə dəvət edək. Yaşama Dəstəyin qüruru olan Roza və Məmmədi alqışlarınızla səhnəyə dəvət edirik. Salam, hər vaxtınız xeyir olsun. Hər birinizin salamlarla. Bugün burada adi bir bayram qeyd olunur. Hər birinizin salamlarla. Bugün burada adi bir bayram qeyd olunur. Bu, adi sıradan bir mərkəzin deyil, nadir insanların bayramıdır. Bu dünyada nadir insanları bir araya gətirən, Yaşama Dəstək adı altında nadir insanlara ortak olan bir qurumun bayramıdır. Tüm bayramlarda insanlar sevilir, şənlənir, əylənirlər. Ancaq bugün burada, bu dünyada əmanət olan insanların, nadir insanların bayramıdır. Bugün burada birbirindən gözəl, fərqli, nadir mələklərimiz var. Və həmin nadir mələkləri əmanət kimi qoruyan dəyərli qonaqlarımız var. Və ən əsası, bu insanlarla nadir insanları bir araya gətirən iki böyük ürəyin sahibi var. Elgül xanım və Abid müəllim. Bu dünyada nadir insanlarla Biz nadir insanlara bu dünyada sahib çıxdıqları və qoruduqları üçün dünyadakı bütün nadir insanlar adından dərin təşəkkürümüzü bildiririk. düzdür, biz fərqliyik. Digər insanlar kimi olmaya bilərik. Amma düşüncələrimiz, həyata baxışımız, həyatı sevməyimiz və Allahı dərk etməyimiz digər insanlardan daha üstün və daha dərindir. Bugün burada bizi anlayan, bizi sevən, bizə sahib çıxan Yaşama Dəstək ailəsi var. Və sevgisi ilə bizi sağaldan, güc verən Elgül xalamız var. İndi isə gəlin Elgül xalamızın illərdir sevgisi ilə ruhlarını sağaltdığı həmin o nadir insanları alqışlarınızla səhnəyə dəvət edək. Ağrı ilə yaşayan ruhların birindən danışacağım. Onlar sanki ağrı ilə doğulur, amma qəribədir. O ağrının içində bir möcüzə, bir inan var. O ağrının içində bir möcüzə, bir inan var. Onlar ağrı ilə yaşamağı seçir, amma ümitsizliyi yox. Gözəl, ən böyük, ən fərqli həkim. Çünki bizim artıq ruhumuz sağalıbdır. Bunun səbəbkarı bu gözəl qadın, hər kəsin Elgül Hüseynquliyev olaraq tanıdığı, bizlərə isə ana qədər, anadan da artıq olan Elgül xalamızdır. Hər birinizə Allahımıza arzu, bizi bu dünyaya gözəl bəxş edən, bizi bu dünyaya xoşbəxt bəxş edən, sağlam ailə bəxş edən, analara sağlam evlad bəxş edən, atalara gözəl ailə başçısı bəxş edən Allahımız var. Və bunları da həmin Allah
bu dünyaya gönderildi. Bu dünyada bize düşmez seçim etmek, bu dünyada bize yaraşmaz seçim etmek. Eğer bugün sağlam canımızla insanların yanında olabilmekse, çünkü bu dünyanın en güzel insanları bunlardır. Bu insan adına layık insanlar bunlardır. Çünkü biz insanlardan farklı olarak her anları Allah'a şükretmekle, dua etmekle, Allah'ın varlığını dərk etmekle geçir. Ve biz insanlar onların yanında olmalıyız. Ve bir şey diyeyim, bu dünyada tikilən evler, yığılan barlar, O sevgiyle müalicə etdiyiniz həmin o nadir mələkləriniz var. İndi o nadir mələklərinizin sizə küçük bir sürprizi var. Biz onu təqdim etmək istəyirik. Bütün nadir mələklər adından sizə bu sürprizi hazırladık. Elçi xalaya gül verdik, sonra da oynamaya başladıq. Hər rəqslərimiz olmayasın. Sen onu özünle apardın, gelmeni ucuz durmasa, etmişsen hiç kayıtmasa, kaytar öten gülleri, hazırsınız, getir, oku. Beşler bir de. O seni hiç vereydim, her kardeşimi. O son içeceğim. Bravo. İşte alın yolu tamamıyla. O seni hiç gerek. Etti bir yerde hamız. Gel kaytar eşkimi. O solgun çiçek değil, vermenin eşkimi. O sana hiç gerek değil, ver kaytar eşkimi. O solgun bir çiçek değil. Bravo, alkışlayın sesimizi.
kardeşinle devam edeyim. Hamımız canlı oynayalım. Eylül Hanım, gel aşağıda hamımızla oynak seni. Geniş bir daire. Tədbir bitdi. Çox təəssüf ki, evə gələndə çox yorğun olduğum üçün çəkmək yadımdan çıxdı. Ona görə də belə eləyirəm. Həqiqətən də çox maraqlı bir şənlik oldu. Və bir videonun da sonuna gəldik. Ümid varam ki, sizin xoşunuza gəlir. Növbəti videolarda görüşmək diləyilə.